Zəhmət olmasa özünüzü təqdim edin. Mən Xəlilova Gülnarə Məhərrəm qızı 1960-cı ildə Ermənistanın, daha doğrusu Zəngəzurun Siyan rayonunun Qızılcıq kəndində, daha doğrusu Qarakilsə rayonunun Qızılcıq kəndində doğulmuşam. 1982-yə qədər orada yaşamışam. O vaxtdan sonra uşaqlıq illərim, daha doğrusu ən gözəl xatirələrim orada keçib. Ən gözəl cavanlığım, gəncliyim, tələbəliyim, anlarım orada keçib. Orada bizim ailəmiz, 8 nəfər uşağımız, anamın uşaq olmuşuq. Ananızın, atanızın zəhmət olmasa Anam Məhər, təqdim edərdiniz. Əşrəf oğlu, anam isə Gülüstan Qaraş qızı. Ailədə neçə uşaq olmusunuz? 8 uşaq olmuşuq. Bizim 8-imiz də orada doğulmuşuq. Ən böyüyü mən olmuşam, ən kiçiyi isə qardaşım olub. O vaxtlar orada mən böyük olduğuma görə ailənin bütün ağırlığın, yükün, böyük uşaq olduğuma görə qayğısını anamla, atamla bərabər mən çəkmişəm. Yaxşı anlarımız, gözəl günlərimiz, anamın cavanlığı, atamın oğlan vaxtı. Onlara kömək eləyirdik, onların işlərinə. Hansı işlər olurdu? Bizim hansı ən işlərdə çox kömək edirdiniz? işlərdə, bütün evdə, bütün ailədə biz sən deyən çölə, kolxoz getmirdik. Bizim özümüzün istehsalımız vardı. Öz Evdə təsərrüfatınız var. ailə daxili təsərrüfatımız vardı. Məsələn, bizim evimizdə 30 dənə arı qoyduq gəldik. 30 dənə arımız vardı. 5-6 dənə inəyimiz sağılırdı. 20-25 dənə qoyun sağmal qoyun da, o quzunuz adı demirəm, vardı. Səhər tezdən dururduq, onlarla məşğul olurduq. Anam isə hökumət işinə gedirdi, atamdan bərabər. Onları sağırdıq. Yəni kolxozda işləyirdilər də? Bəli, kolxozda işləyirdilər. Onları evdə biz özümüz istehsal edirdik, biz uşaqlar. Ailənin böyük dayağı olmuşuq. Məsəl üçün kartof əkirdik, lobiya əkirdik, bağ-bostan olurdu. Həyətimizdə heyvanlar üçün yem toplayırdıq, kələm əkirdik. Bütün təsərrüfat nə varsa özümüzün istehsalımız olurdu. Eyni zamanda da məktəbə gedirdiniz, Eyni zamanda təhsil da alırdınız. məktəbə gedirdik, yaxşı təhsil alırdıq. Daca işin əlindən mən oxuya bilmirdim. Girirdim pəncərənin arxasında, pərdənin arxasına, orada mən dərs hazırlayırdım. Dərs hazırlayırdım ki, oxuyum. Ali təhsil almaq istəyirdiniz. Ali təhsil almaq istəyirdim. O vaxtda Bakıya gəlmək, Obşteldə qalmaq, belə qız uşaqlar üçün çox çətin bir tək qız uşağı Bakıya göndərməzdilər. Ona görə kimsə bizə təmkin olmalıydı ki, biz gələk Bakıda oxuyaq. Elə belə öz xodumuza gələ bilməzdik. Təmkin duran lazım idi burada. Təmkin duran lazımdır. Böyük bir qüvvə idi o təmkin durmaq. Qız uşağını Bakıya kim buraxardı? Elə bir etap vardı orada, elə bir iş vardı. Nəysə, çox çətinliklə oxudum. Çox istəyirdim ki, Medin Üstüdə qəbul olum. Tibb universitetində oxudunuz. Bəli. Həkim olmaq. O həkim olmaq istəyirdim. Ancaq məni o təmkin deyilən qüvvə mənim olmadığı üçün mən getdim orada dərzilik oxudum. Dərzilik də belə bir şeydir ki, bu vaxtı erməni içində oxuyurduq da, Qarakilsənin özündə gedirdik, oxuyurduq. Orada getdim, oxudum, təhsil aldım, orada praktikanı fabrikdə keçdim. Qarakilsən. Bəli, Qarakilsədə fabrik vardı. Trikotaj fabrikində keçdim praktikamı. Sonra orada ateliye düzəldim, biraz paltar tikdim. Ondan sonra ailə qurmağa məcbur oldum 20 yaşında. Oradan çıxdıq Türkmenistana getdik. Sadəcə Bakıya belə gələ bilmədik. Türkmenistana getdik, uşaqlarım orada doğuldu. Nə olsun, kvartirant qapılarda belə çıxırdı. Sonra bu məlum məsələ ki, qaşqınlıq, orada da Özbəkistanda, Türkmenistanda, orada da Azərbaycanlıları çox sıxışdırdılar. Çıxışdırandan sonra biz gəldik Bakıda, gecə qondularda, nə bilim, çox şəraitsiz vəziyyətdə, çətin vəziyyətdə yaşadıq. Amma Ermənistanda yaşadığımız günlər, xatirələrimiz, gözəl günlərimiz orada keçdi. Bakıya gələndən sonra elə bildim ki, mən cəhənnəmi avazıldıram. Yəni oranın həsrəti? Oranın həsrəti bugünkü yaşamağımın səbəbkarı orada olan xatirələrimdir. Orada olan
gözəl günlərimizdir. Bayaq Gecələr söylədiniz ki, yuxularınızı ancaq qızılcığı bəli, görürsünüz. yuxularımızı hərdən uşaqlarım mənə sual verir ki, mama, sən orada axı 22 yaşından çıxmısan, 40 il burada yaşayırsan, sən niyə orada yuxuları görürsən? Deyirəm, bala, mən ömrüm boyu bir dəfə görüm də qoy bulvarı görüm. Qoy Qız Qalasını görüm. Hamısını gedib gəzmişəm. Qoy şəhərin bu yerini. Amma həmişə mən yuxularımı orada görürəm. Necə görürsünüz Orada yuxularınızda? yaşayıram. Nə görürsünüz? Görürəm, məsəl üçün arı, biz orada arı saxlayırdıq, atamız, anamıza biz kömək edirdik. Arı balı çəkilən vaxtı ramkaları götürüb silkələyir, verir bizə götürüb qaçırdıq padvalda onun balını götürməyə. Görürdüm bu arının ramkasını götürüb qaçıram, arı məni sancır. Qolumu sancır. Ayılıram ki, qolum altımda qalıb keyiyib. Məsəl üçün görürəm ki, o gəzmə, qoyun, biz növbata getmirdik, mən böyüdüm. Amma qoyunun qabağına çıxırdıq. Görürəm ki, uşaqlarla yığışıb, indi 7 daş. Sürü qaydanda axşam. Sürü qaydanda axşam 7 daş oynayırdıq da, belə daşları qoyurduq üst-üstə, onu vururduq, Topla. qaçırıb topla, hə. 5 daşı deyil. 7 daş oynayırdıq. Görürdüm o 7 daş oynayırdım taytuşlarımla. Dəcə çox Kim idi o taytuşlarınız? taytuşlarımız qonşularımızdır. Aybəniz adında qonşumuzun bir qızı vardı. Oğlanlı qızdı biz. Kimlər? Bax xatırlayın onların Novruz adında adlarını. bir yoldaşım var. Da məktəb Məhəllə, yoldaşım sinif vardı, yoldaşı. sinif yoldaşım vardı. Xanoğlan adında bir Sinif qohumudur, sinif yoldaşım idi. Yusif idi, Süleyman idi, qızlardan Sevgili adında bir sinif yoldaşım vardı. Dəcə çox vaxtı sinif yoldaşlarımızla oynayırdıq. Hamınız Hamımız toplaşırdınız bir məhəlləyə. toplaşırdıq, hə, bir məhəlləyə. Daha doğrusu o qoyun qaydanda onun qabağına çıxırdıq. Qoyun qabağa çıxmaq deyil. Harda qarşılayırdınız o qoyunu? Kəndin bir mərkəzinə onu oxşu Mərkəzi. gətirirdilər ora. Biz də orada Kimlərin evlərində yer düzəltmişdik. o yaxınlarda bu kimlər var idi? Ağaverdi vardı, onun bulağın böyründə, onun evinin qabağı yoludur, kənd yoluydu da, orada biraz daşın zadını təmizləyirdik, orada oynayırdıq. Və yaxud da bizim evin arxasında yer vardı, orada oynayırdıq. Kəndin hansı tərəfində idi sizin Bulaq eviniz? vardı, bulaqdan ikinci ev. Hansı bulaq? Kəndin bir bulağı vardı, o bulaqdan birinci bir nəfərdir, sonra ikinci ev bizim döngədə bizim ev vardı. Kim idi o bir nəfərin evi? Kimin evi? O bir nəfərin evi Fərzad. Sərxan adında bir kişi vardı, onun evi idi, qonşuydu. Sərxan Fərzad. Belə çox gözəl xatirələrimiz, çox gözəl günlərimiz orada keçib. Dəcə bizim evin aşağısı kolxoz bağı idi. Evin həyətin qutaracağından kolxoz bağı başlayırdı. Orada gözəl almalar olurdu. Alma Elə bağı. almalar olurdu ki, hardasa almanın biri 1 kilo gəlirdi. Kilo olmasa 800 qram gəlirdi. Bax, belə almalar Nə alma olurdu. deyirdilər o Ona alma? Belflor alma deyirlər. Mən onu bu Azərbaycanda, Qubada, Qusarda, hər yerdə axtarıram. O almanın nə iyi, nə sortun, nə Dadın? dadı mən tapa bilmirəm. Bizim özümüzün qəşəng bağımız, bostanımız, almamız vardı. Amma uşaq vaxtı gedir bu dərəyə oğurluğa, alma oğurluğuna. Bağdan, uşaqlardan. Bağdan alma oğurluyorduk. Bu almanı nə üçün oğurluyorduk, heç onu da bilmirdik. Axı ev eşik doluydu. Günarə xanım, bax, daha belə axtardığınız o təamlar, dadlar, nəyin dadını axtarırsınız ki? O tamlar var ha. O bastırdığımız kartofdan başlamış. Məsəl üçün o qovurmaya qədər hamısının bura indi o elə bir uyğunluq yoxdur da buradakı o tamı alasan. Hamısını başqa bir tamı verirdi. O kartof qazırdıq ki, kartof yığırdıq bostandan. Atam gətirirdi kartofu bir dəmir vedriyə belə doldururdu içinə. Tez pişirdi. Demək o böyründə otları yığırdı, belə ocaq qalıyırdı. Ocaq qalıyırdı, indi bilirdi də neçə saat o çıxacaq, pişəcək. O vedrəni belə götürürdü, orada partlamış belə kartoflar belə tökülürdü, belə dəmir qoyurdu, dəmirin üstünə. Yağış inək yağından qoyurduq belə. Basırdıq onu o kartofun onun içinə, işləmiş yağı kartof yığırıq. Yorulmuşuq. O çox ləzzət eləyirdi. Dürmə eləyirdiniz Olmayaraq mi? kartof. Lavaşla Dürmə eləyirdik. Dürməyin içinə başqa nə qoyurdunuz o kartofun içinə? Gedirdim, məktəbə gəlirdim evə. Anam yemək pişirib, yaxud indi sup olurdu, yaxşı olurdu, yaman olurdu da. Xoşum gəlməyən yemək olanda dururdum bir
2 lavaşı belə bükürdüm, vururdum qolumun altına, biraz da duz götürürdüm. Düşürdüm kolxoz o bağa. O bağda gicikyan, yarpız, Quş quşətbəyi, nə bilim, yemlik, nə vardı. Onu yığıb, qıp-qıqar, oxalayıb, qoyub içinə yeyib gəlirdim. Heç anamın o pişiyi yeməyə xoşuma gəlməyibsə, ondan yemirdim. Xoşuma gəlirdi, amma ürəyim bunu istəyirdi. Məktəbdə mən sonralar Şəkidə oxumuşam, Şəki kəndində. Ora gedib gəlirdik uşaqlarla. O gedib gəlməyinizi danışasınız. O yol boyu kimlərlə gedirdiniz, kimlərlə gəlirdiniz? O qızlar 7 dənə qızdı, oxuyurduq. Sevgili idi. Erkinazıdır. Aybəniz. Yox, Aybəniz yox. Şeyin qızı, Kamranın qızı. Sağlamıyorum. Hamımızı qatdı, qabağına getdi. Produktumuz adımızda qaldı orada. Doğrudan elə olsa da çox gözəl xatirələrdir. Mənim üçün o həyatımın Həmin gün üçün ağır gün olsa da, bu gün çox əziz bu gün bir üçün xatirə. əziz xatirədir. Getdi bizi sırğa düzüb belə. Ancaq qılçamıza döyüb ağacına. Denən bir adam o müəllimin üzünə qayıda bilərdimi? Və yaxud da bir valideyn ona bir söz deyə bilərdimi, etiraz edə bilərdimi? Bizi o ağacla ayağımıza döydük. Qızlar da hamısı maydədə kapron corab geyiniblər. Elə bir ağacı vurduqca belə zoğ qalır ayaqlarımızda. Nəysə bizi qapını bağladı, çıxdı, getdi. Sinifdə qaldınız. Sinifdə qaldıq. Çöldən hamı çıxıb gedib, heç kim yox. O pişi qapını bağlayıb çıxıb gediblər. Axı biz də kəndə gedəcəyik, kənddə cəmaət narahatdır. Qızılcığa qayıdacağıq. Demək burada maqnitofonu qoyduq, mahnını qoyduq. Sinifdə. Axşama qədər oynadıq. Axşam qaravulçu gəldi, o qapını açdı. Axşam saat 7-dir, neçədir? Bilmirəm, oradan bir uşaqların hansınınsa əmisinin, dayısının maşını var idi. O maşını verdilər bizə ki, biz evə Göyki kəndə tez çataq. Mindik o maşına, getdik kəndə. Belə gözəl anlarımız, belə gözəl günlərimiz. Əlbəttə onları yuxuda görəcəyik. Çox gözəl olub. Bir də məni çox ağrıdan bir şey var ki, o da kim? Atamın burada ölməyi. Ömrü boyu istəyirdi ki, gitsin ona belə baxsın, qayıtsın. Çox istəyirdi oranı. O mənim üçün çox ağırdı. Allah rəhmət eləsin, ruhu şad olsun. Ölənlər öz rəhmət. Belə günlərimiz keçdi. Anam bayramlarda yaxşı bayram keçirərdik. Ən əziz bayramımız Novruz bayramı. Qab atardıq. Torba daha doğrusu. Qız uşaqları idik. 8-də 9-da oxuyurduq. Amma orada böyük bir şeydi. Hamı o adətidir. Hamı o torbasını götürürdü. Bir torba məsələn produkt yığırdı. Biz yazıq evinə bir torba alıb bunu uşaqlar amma bir-birinə paylaşırdı. Amma bir-birinə çörəyimizi paylaşırdıq. Yaxşı tikəmizi də, pis tikəmizi də paylaşırdıq. Varı da yoxu da. Varı da yoxu da çox gözəl paylaşmağı bacarırdıq. Məsəl üçün birinin inəyi olmurdusa, evinə qonaq gəlirdisə, o inəyi olan, südü qatığı olan, nə bilim nəyi olan, o qonaq gedincə o evi təmin eləyirdi. Pulsuz həmin məhsullarla təmin eləyirdi. Elə bil ki, bizdə lobiya olurdu, falan olurdu, o qonşuda olmurdusa, o qonşunun biz həmişə onlara yığanda paylanırdı. Bəli, pay tuturdu. Belə gəlirdi ki, bir gündə bir xatirəm var, bir qonşunun qış olurdu, qışın çox qar olurdu. Sizin kənddə qar yağanda əhatə kəsilirdi digər kəndlərinə, rayonuna? Çox kəsilmirdi, maşın var idi, gedib gəlirdilər, amma elə belə boş-boşuna hara gedərdik. Bizim hər cür produktumuz evimizin içindən çıxırdı. Biz kilo ilə, nə düyü, nə qayən, nə makar, belə şeylər almazdıq. Biz meşoqla alardık. Təlis deyirdilər, eləmi? Hə, bizim 3 dənə qoyumuz vardı. O qoyuda birinə kartof tökürdük, birinə
toxumluq tökürdük. Bu birisinə də kökdü, kələmdi. Bütün produktumuzun Çoğundur. nə var, çoğundurudu. Nə var idisə alma yeşiklərdə olurdu. Arı yeşiklərdə yığırdıq. Evi vardı o evə. Arıdamı. Arıdamı. Yaxşı balımız olurdu. Yaxşı. Azərbaycanın bütün rayonlarından mən bilmirəm, bunlar arı saxlaya bilmirdilər. Vedrəni 10 kiloluq ya 30 kiloluq nə? Vedrəni göndərirdilər. İçinə də pulu qoyurdular. Ki İtibara etimad. o pulu götürürdük, onun neçə kilodursa onu doldururduq. Anam hər dəfə də 1 kilo, 2 kilo da onu artıq qoyurdu ki, bostan üstüdür. Bostan üstü, yəni o balın kəsilən vaxtı. Bostan üstüdür bala. Qoymaq lazımdır. Biz elə görmüşük. Yoxsa əksik yox, artıqlaması ilə verirdilər ki, halallıq olsun. Hər şey evimizdən çıxırdı, öz ailəmiz. Toplayırdıq 6 ay ərzində. Bütün produktumuzu toplayırdıq, dükana, bazara, belə şeyə. Bəlkə bir nask olmazdı, corab olmazdı. Qızılcıqda dükan var idi mənim. Bəli, dükan vardı. Ərzaq dükanı da var idi, geyim dükanı. İkisi bir yerdə idi. Kəndin hansı hissəsində idi? Kəndin elə bir qara kilsədən çıxırdı belə. Gəlirdi 1-2 ev bəri, məktəb də oradaydı, mağazin də oradaydı, idarə nə bilim nəsə belə idarə də oradaydı, klubu da orada. Klubda kinoya baxmısınız? Bəli, klubda. Hansı filmə baxmısınız? Bobin. Məşhur Bobin idi. Nə bilim, Hind kinoları gəlirdi, ona gedib baxırdıq. Məktəbdə heç tamaşa oynamısınız? Bəli, oynamışam. Tamaşalar düzəldirdik özümüzdən. Bir dəfə Zeynəb Xanlarovun bir dənə istəyirəm, görəm səni bir mahnısı var da. Mən oxuyurdum, yaxşı oxuyurdum. Bunların hamısı məni oxumağa yoldaşlarım deyirdi, oxu da sənin səsin var, oxu. Səhnədə də kolxozçular, qadınlar, kişilər əyləşirdilər və biz də bunlara konsert verirdik. İndi bu mahnını oxudum. Orada bir kəlmə var, istəyirəm, görəm səni. Orada bir yar sözü var. Bu yar sözündən utandım. Deyə bilmədim. O cəmaatın içində onu deyə bilmədim. Qaçdım, getdim səhnənin arxasına. Bunlar da gülüşən gülüşdü, əl çalan əl çaldı. Ondan sonra oxumağı mən tərk etdim. Gördünüz ki, o hissələri mən oxuya bilmirəm. Belə xatirələrimiz var da. Qızılcıq məktəbindən, Şəki məktəbindən xatirinizə düşən müəllimlərinizi istəyərdim xatırlayasınız. Babayev Əli müəllim. Ədəbiyyat müəllimimiz vardı. Ədəbiyyat müəllimimiz Bayram müəllim, Babayevli Dəlsəni Bayram. Demək, o qəndərə zəhəmli bir müəllimidir ki, ay Allah, onun dərsi gələndə, demək, o qəndərə sinifə sakit. Bayramovdu deyil. Baba. Əl Abbasın kişinin adı nə idi? Onun oğluydu. O qəndərə zəhəmli müəllimidir ki, ədəbiyyatdan dərs keçirdi. Abbasqulunun qardaşı oğluydu, Abbasqulu vardı. Demək, yuxumuz gəlirdi. Səhər tezdən dururduq, yol gəlmiş uşaq. O qədər belə sakit dururduq ki, yatırdıq dərslər. Onun dərsini keçməyi bayram hesab eləyirdik ki, onun dərsini qutara bildik. Oturub baxıb qutara bildik. Nə qədərə möhkəm uşaq olsa, onun dərsində yuxu basırdı. Zəhəmi basırdı. Onun dərsində yuxu basırdı bizi. O dərs danışanda o qədərə həzin, o qədərə gözəl danışırdı ki, o sözlərin təsiri altında yuxulayırdıq. Düzdür, şeir də olurdu, bu da olurdu, belə olurdu, amma o dərs danışanda mütləq mürgüləməli idin. Belə xatirələrimiz vardı. Ən yaxşı oxuyan kim idi sinifinizdə? Ən yaxşı oxuyan Nəsib vardı. Bizim kənddən oraya gedək Novruz adında bir oğlan vardı. Bu Rafiq müəllim, yox, Rafiq müəllim bizdən oxumadı. Yaxşı tələbələrimiz vardı. Bəlkə onlardan, düzdür, mən riyaziyyatı yaxşı oxumamışam. Xan oğlan adında bir dənə qohumum vardı. Heç yola getmirdi. Yazırdı, meşəlirdi, dəftəri qatlayırdı. Ta yalvarmaqdan betər olmuşdum, ver köçürüm. El özünü əlinə tutan kimi dəftəri oğuruyub ötürürdüm arxadan qızlara ki, köçürün gəlincə, köçürün. Elə günlərimiz olub. Əlin oğlu deyil. O idi yaxşı oxuyan. Vardı da bəzi
Elbar adında olan vardı. Bu deportasiya ilə bağlı, sonuncu 88-ci il deportasiyası ilə O bağlı. deportasiyanı heç mənə xatırlatma. Çox ağır bir günlərim olub. O deportasiyada anam, atam, hamısı bacılarım, qardaşlarım, hamısı oradaydı. Bakıya da gəlmək çox mümkünsüz işdi. Mənim də bir gəlmişəm, qaynım mənə bir çəp əyri otaq verib. Onda qabağında bir kukladır. Təsəvvür elə, 3 metrin 2,5 çəpdir əyri. Bir 2-nin 2-yə də bir kuklam var. Qaynım mənə verib. Mən Aşqabaddan, Türkmenistandan gəlmişəm. Bu baldızımın da 6 qızı var. Bir dənə də oğlu var. 7 qızı var, bir dənə oğlu. Bunların qızları orada qalmasın deyə yoldaşım getdi, bunları götürdü, gəldi. Döydü bizim bu 2-nin 3-ə otağıma. Çox ağır bir şəraitdə yaşayırıq. Neçə nəfər oldu o ailədə, o balaca otaqda? O balaca otaqda bir baldızımdı, 7 dənə bir oğludur, 8 dənə də 8 uşaqda baldızımdı, 8 uşaqda hələ əri gəlməyib. Və sizin ailə. Və bizim ailə. Buradan da mənim bacılarım böyümüşdülər də, belə şey olmuşlar. Mən onları orada erməni içində qoymaq istəmədim. Onları gətirdim. Indi mən bunlara baxıram. Bir gün anamgil oradadır. Nə gəndərə deyirəm, gəlin. Atam deyir ki, yox, nə danışırsan, ermənilər bizi çıxarda bilməz. Qaynatam deyir, bizi çıxarda bilməz. Atamın bir Moskviçi var, evdə orada bir maşını var, generatoru var. Çox yüksək, hər işıq söndü bizim evdə, bizim kəndə işıq verir. Dedim, yıl götür, gəl nəyim var, gətir qoy bura. Atam dedi, yox, mən gəlməyəcəm. Aparırsan bacıları, apar, mən gəlməyəcəm. Gəldik, çıxdıq bura, bu bacılarımı götürdüm, gəldim. Bir günlərin bir günü dekabr aydı. Eşidirik də nümayişə gedirlər, uşaq böyük, ev ailə, nə bilim, qarma qarışıqlıqdır da. Eşitdik ki, Ermənistana, o Siyan rayonunun Qızılcıq kəndinə hücum olub. Bir arvad gəlib, ölüb yolda. Nə bilim, nə olub. Çox o vaxtı, yəni telefon yox, bir şey yox. Əlaqə yarada bilmirsiniz, xəbər soraq gəlir. Soraq gəlib çıxır. Mən də anamı yaxşı yeriyə bilmirdi. Elə təsəvvür elədim ki, bəlkə anama nəsə olub, bəlkə anam çıxıb. Qarabağda ölən anam olub. O vaxtı mən 30 neçə yaşında mikroinfarkt keçirdim. Həmin xəbərdən. Həmin xəbər, mənə anamın ölümü xəbəri gəlməyib və deyirlər kimsə ölüb, mən təsəvvür edirəm ki, anamdır. O vaxtlar mikroinfarkt keçirdim. Sonralar gəliblər Laçından çerez gəlib çıxarlar. Amma kənd cəmaatı gəlir mənim yanıma gedir. Mən elə bilirəm ki, bunlar mənə dəyməyə gəlir. Sən demə elə mənə demirlər, amma elə bir söz çıxıb ki, güya mənim anam ölüb, gətirirlər. Bu da incə var da, bu Laçınlılar gedib şeyin qabağına, bizim kənddən gələnlərin qabağına, qohumlarımız var da Laçınlar. Onlar götürüb bunları, gətirib evlərinə. Bu kənd cəmaatda ancaq deyiblər Qızılcığa başlıqın olub, ölən var, bir qadın ölüb, güya mənim anamdır. İncə vara anam olmuyor. Anam gəldi bura, sağ salamat çıxdı. O vaxtlar elə bildim ki, mən təzədən mən anadan doğulmuşam ki, mən anamı salamat görə bildim. Bizim o evimiz, eşiyimiz, o motosiklet, o maşın, bir dənə Moskviçi vardı. O vaxtı axı onda şeylə verirlər, o çiretinə zadına. Atam yaxşı işlədiyinə görə onu verməmişlər. Pulla almışdı, prosto özündən bir motosiklet. Nə vardı bizim ev, anam yazıq çıxanda baxıb ki, it bağda qalıb, yiyəsiz. Bir flaqa yağın ağzını açıb, itin də başını açıb, qoyub itin qabağına. Orada motal pendirin zadını bıçağı çəkib belə cırıb, deyib heç olmasa it gəlsin bunu yesin. Dekabr aydı, it nə tapacaq? Heç olmasa it yesin. Düzdür, bir hələ malda şeydə, malımız, qoyunumuz, 5 dənə sağılan inək tövlədə qaldı. Nə bilim, piyada, ayaqlarına, corabları, o bir epizod var, bir cəmaat gedir ki, televizorda həmişə onu göstərirlər, cəmaat gedir o gələnlərin qabağına, o gələnlərin qabağına gedəndə, o qucağında olan uşaq, bir uşaq belə olub,
Onlar bizim anam da onların içində olub. Həmin o epizodu lenta alıblar. O elə həmişə göstərəndə elə mənim doğrudan da o pis xatirələrim elə yadıma düşür. Anamın o keçirdiyi günlər. Nəysə gəldilər bura. Anamın da qıçı tutuldu, atam da belə heç burada yaşamaq istəmədilər. Harda məskunlaşdılar? Bəli, indi onlar Sifdə gələndə erməninin evini pulla aldılar. Güya ki dəyişirlər. Aldılar, özlərinin evi dolu orada qaldı. İndi də internetinə baxırıq ki, arılarımız qapılarındadır. Öz kraska vurdığımız yeşiklər 30 ildə yeşiyin rəngini də dəyişməyiblər. El onların qapısında onu işlədirlər. O barı bəhrəni yeyirlər. O barı bəhrəni yeyirlər. İndi deyir ki, televizorda çıxıb deyir, mənim örüşüm yoxdur, mən malımı harada şey eləyim. Deyirəm, qoy mən ona cavab verim. Verim ki, bəs 30 ildə bizim öz yediyimiz çörəyi siz yediniz. Nəinki örüşü, nəinki yaşayırsınız, qoyub gəldiniz. Bizim evimizdə yaşayırsınız. Hələ bir örüş yeri axtarırsınız. Sizin olmayan axtarırsınız. Bizə o qədərə zərbə dəydi ki, mən atamın yanında biz gələndə 8 uşaq gəlmişik. O 8 uşaq körpə idi, hamısı körpə idi. Qardaşım, ən axırıncı mənim qardaşımıdır. Gəldi, 90, o axırıncı 10 neçə yaşı vardı da, 16 idi, 14 idi, bax belə. Biraz da belə şeydən keçəndən sonra bu əskəriyə getdi. 5 il yarım o müharibədə oldu. Birinci Qarabağ müharibəsi. Birinci Qarabağ müharibəsində. Ən kiçik qardaşım Birinci Qarabağ müharibəsində 5 il yarım o soğuş elədi. Ondan sonra o qalan uşaqlar burada ərə getdilər, nə bilim, evləndilər, ailə qurdular. Bakıda məskunlaşdılar, Bakıda məskunlaşdılar daha doğrusu. Və siz necə Şamaxıya gəlmisiniz? Şamaxıda necə məskunlaşdınız? Çox çətinlik, çox əzab əziyyətlər. Hökumətdən bir köpək almadıq. Nə qaşqınlıq aldıq, nə kömək aldıq, nə yardım aldıq. Bir insan 6 uşağa necə ev eşik qura bilər, necə 8 uşağa necə yerləşdirə bilər. Yəni, hər şey əlindən çıxmış adam. Hə, hər şeydə var. Heç bilmir də atam özünün evinə bir divan alsın, qoysun, yoxsa bizi eləsin. Elə bizim gəncliyimiz, cavanlığımız çox müsibət əziyyətlə keçdi. Elə bil yaşamamışam. Mən də heç vaxtı Bakını istəməmişəm. Mən istəyirəm, o adi bir cücə olur. Onu mən sevə-sevə, elə bil evladımla, ona baxıram. Mən çox, belə görmüşəm də, mən bir ekstrasensin yanına getdim. Çox əsəbi idim, çox xəstə idim. Ürəyimdən də əməliyyat oldum, açıq əməliyyat. O mənə dedi ki, sən uşaq vaxtı nə işdən xoşun gəlibsə, ged o işlə, onunla məşğul ol. Onunla maraqlan. Nəysə, elə oldu ki, oradan qız aldım. Daha doğrusu bibimin qızını. Aldım oğluma. Gəldim, bura getdim. Buranın havası, biraz elə bildim, kəndin havasını verməsə də, elə bildim mənə uyğundur. Buradan gəldim, yer aldım, özüm üçün. Çünki kimidir mənə ya orada, ya burada kömək eləyən, yer verən, torpaq verən, ev tikən. Nəysə bir şərait yaratdım. Dedim, bu ömrümün, nə bilim, qalan hissəsi kənd həyatı istəyirəm. Çünki burada qohumlarınız var da. Hə, varımızda. Amma çox istəyərdim, çox istəyərdim ki, o Hadrotdan, ya hardan bizə bir yer versin. 5-3 il yaşayacağıq, yaşamayacağıq. Heç olmasa o çətinliyimizin, ağırlığımızın bir hissəsini, elə bir qisasını almış olardıq. Ağdı kəndində onların evinin üstündə bir kaha var. O kahada gəliblər döyüşə, bu Azərbaycanlılar buradan, ermənilər oradan. O kəndin üstündə deyiblər ki, hər ermənidən, Azərbaycandan bir dənə pəhlivan çıxsın, güləşsin. Hansı o kəndin üstündə, hansını dəf edərsə, o adam o kəndə yəyəliklənəcək. Bizim o Ağdud kəndindən çıxan qaynatam Xəlilov Dağbəyi metroda öldü. O da erməni qurbanı oldu. Terrorun qurbanı oldu. O qaynatamın kəndi oradandır. Ora ərə getmişəm. Ailə qurmuşam. O kəndin evin üstündə onlar güləşiblər, qurşaq tutublar deyirdilər. O bizim güləşçi onu yıxıb, ondan sonra o kənddən çıxıblar ermənilər. Bu dəfələrlə olub.
dəfələrlə olub. İndi də o qədər alçaq, vicdansız adamlardır ki, onlara insan demək olmaz. Onlar yenə bunları eləyəcəklər. Mən istəmərəm ki, mən çəkdiyimi bir daha evladım çəksin. Allah öz köməyi olsun. Mənim istəyim budur ki, rəhmətli Pəri adında bir qonşumuz vardı. O erməni-müsəlman davasından ən çox xoşladığım onun söhbətləri idi. O gəlirdi, danışırdı. Onun söhbətlərindən o ermənilər nətər döyüblər, nətər samavar çəkəliyiblər dallarına, necə əziyyətlər verirlər. Ermənilər bizimkiləri tutub əsir, qadınların dalına lüt bədənə samavar qaynamış samavarı saçlarından bağlayırmışlar onlar kürəklərinə. O əziyyətləri bir daha mənim oğlum, qızım, nəvəm, nəticəm, nəslim yaşamasın. İnşallah. Onları görmək, nə eşitmək, nə nağıllarda, nə kitablarda, onu mən o sözləri nəvəmə, oğluma Ağırlığını yaşamısınız. ağırlığını yaşamışam. Onu nəvələrimə mən deməyə belə Ağır gəlir sizə. ağır Onu gəlir ifadə ki, o eləyir. uşaq onu Ağır. mənim kimi yaşamasın. Amma ermənilər öz bala uşaqlarına olmayanları danışırlar. Olmayanları və bəli, danışırlar. Onlar öz uşaqlarını o ruhda tərbiyə eləyirlər ki, deyək ki, Qarabağ Ermənistanındır, Zəngəzurovlarındır, o torpaqlar onlarındır. Amma görsəz siz necə xoşgörülü insanlarsınız ki, gələcək nəsli o neqativ üzərində kökləmək istəmirəm. Bax, bu rayona gedirdik, məktəbdə oxuyurduq, bir yerdə qalırdıq, ermənilərlə, bizlər bir binada yatırdıq, dururduq, elə bil şey keçirirdik, gecə keçirirdik. Rəqs gecəsi keçirirdik, nə bilim nə keçirirdik. Biz heç vaxt ermənilərlə o münasibəti qura bilmirdik ki, onlar bizim qızların dacı əlindən tutsun. O elə bir münasibətdə olurduq ki, onlar bizim risk eləyib bizim qızların əlindən belə tuta bilmirdilər. O bəzi orada da yaxşıları da vardı, pisləri də vardı. Bəzi ermənilər vardı, çox dost olurdu, dost olmaq istəyirdi adamlar. İndi o qanında nə var, onu bilmirdi. Amma özlərini. Amma bəlkə onların da cavanları özlərini bizim kimi düşünürdülər. Amma o qocaları, o bəziləri vardı, onlar şeylə gedəndə, yolla gedəndə görürdün, deyir ki, Turk gəlir. Türk gəlir. Uşaqlara, balaca uşaqlara deyirlər ki, Türk gəlir, qaçın. Bax, belə bir insanlıqları var bunlar. Çox sağ olun xanım, təşəkkür edirik. Siz də sağ olun. Bizim keçmişimizə bizi az da olsa qaytardığınıza görə çox sağ olun. Minnətdaram. İnşallah görüşərik. Allah qorusun.